Ya Allah, selamun aleyküm. Burada Mir Mövsüm Ağa'nın ziyarətgahıdır, Mərdəkanda. Görürsünüz nə qədər insan axını var. Ha, bütün bunlar hamısı, gördüyünüz bu maşınlar, ha, bu şərait bunun üçün yaradılıb. Görürsünüz nə qədər. Bütün insanlar gəlir Mir Mövsüm Ağa'nı ziyarət eləməyə. Həmçinin Ətağa da deyərdilər, yəni ki, Allah rəhmət eləsin ağaya. Çox gözəl insan olub, xeyirsevər insan olubdur. Ağada Allahın vermiş olduğu üstünlüklərdən biri şəfa vermə qabiliyyəti olub. Şifa vermə, Allahın izni ilə şifa, yana gələn insanlar şifa taparmış. Daxil oluruq indi içəri, yavaş-yavaş gedəcəyik ziyarət eləməyə. Gedirik içəri ziyarət eləməyə ağanın qəbrini. Ya Allah. Yolumuza davam edirik. Bu keçiddən keçib gedirik ağanın məqbərəsini ziyarət eləməyə. İnsanlar müxtəlif fikirdədir. Burada da gördüyümüz kimi qəbirlərdir. Allah hamısına rəhmət eləsin. İnsanlar müxtəlif fikirdədirlər. Yəni bəziləri ağaya, yəni ki, təhqir ramiz sözlər işlədirlər. Ölmüş insanın arxasında ümumiyyətlə danışmaq düzgün deyil. İnanc sərbəstdir. Hər kəs inana bilər istədiyinə. Kimisi Allah'a inanır, kimisi inəyə inanır, sana inanır, kimisi bütə inanır. Heç kim sənin inancına qarşı bilməz. Daxil oluruq yavaş-yavaş. Ətrafda qəbirstanlıqdır, qəbirlərdir. Güzel bir şey de sağlayaq biraz. Oynayır. Burada ağanın məqbərəsidir, qəbri. İçəridədir, inşallah daxil olacağıq. Ziyarət edəcəyik. Videonu burada kəsirəm, inşallah içəri daxil olma çəkəcəm.